Olub boşaldı dünya. Şahları taxtdan salıb doldu boşaldı dünya. İndi dünya deyil yaşayırıq. Yəni mən şeirin həvəskarı olmuşam. Ancaq şeir o qədər yəni yaddaşımda saxlaya bilməmişəm. Ağarza müəllim, bizim məqsədimiz Bölgə TV olaraq kəndlərimizi, Azərbaycanımızı gəzməkdir. Pirli kəndində onda Babalar müəllim çox gözəl bizə bir şeir dedi orada. Yəqin ki, sizin də yadınıza gəlir də. Biz artıq verilişin, layihənin final hissəsinə gələndə başqa şey fikirləşmişdik, amma onu elədik. Əlimiz gəlmədi ki, orada nəysə kəsət doğraya. O elə bir epizod dedi ki, orada elə bir şeir dedi ki, 100 il bizdən sonra gələn nəsillər gəlmişik, getmişik, nə biləcəklər? Yadigar qalmasa bu lentollara, ölmüşük, bitmişik, nə biləcəklər? Babalar müəllimə də buradan təşəkkür edirəm ki, o şeir çox gözəl şeir idi. Çox gözəl söz deyibdir. İndi biz də bu lenti çəkirik, bu kanal var. Bizdən sonra 20 il, 30 il, 40 il, 50 il, 60 il keçəcək, bu lent yadigar qalacaq. Vaxt gələcək ki, kimsə Qarabucaq kəndinə, Qarabucaq qəsəbəsindən gələcək. Biz necə ki, bura gəlməmişdən qabaq araşdırma edirik, Wikipediyalara baxırıq, kəndin tarixi haqqında. Onlar da gələcək, onlar da yadigar bizim lentlərimiz qalacaq. Və oradan, necə deyərlər, maariflənəcəklər və yararlanacaqlar. Bu sizin verilişiniz çox gözəl bir verilişdir. Bunu mən 3-ünə, 4-ünə baxmışam. Və orada sizin bu zəhmətinizi, yəni hədər getməsi, onu bilməmək, başa düşməmək, onda o adam insan deyil. Yəni bunu çəkib, bu xalqa çatdırmaq, kəndə çatdırmaq, o gənc nəslə çatdırmaq ki, bu belə bir adət-ənənələrimiz olub. Bunları qoruyub saxlamaq lazımdır. Bunları inkişaf etdirmək lazımdır. Ata-ananın qədrini bilmək lazımdır. İndi siz də zəhmət çəkib gəlmişsiniz. Çox sağ olun, çox var olun. Bizim kəndimiz haqqında da indi bildiklərimizi biz sizə dedik. Siz də indi bunu